Bu TikTok'da xalasını itirən, bibisini itirən, dayısını axtaranlar, özünə həci gəzənlər. Sizə bir söz deyim ki, siz zaten sizdə ədəb, ərkan, namus, qeyrət bunlar yoxdur. Çünki siz heç bir düzlükdən danışa bilməzsiniz. Gəlib burada da mənim çəkdiyim videolara rəy bildirə bilməzsiniz. Çünki siz bir köpüklü, bir zibil insan deyilsiniz. Sizin əgər kişiliyiniz, qadınlığınız, mənliyiniz, şərəfiniz olsaydı, siz belə bir videolar çəkməzsiniz. Nəsə bir yaxşı video çəksəz deyərdim, hə, sağ olsun, yaxşı bir video çək. Amma yer kökünə oxşayan qədələr, ümumiyyətlə qadınlığı olmayan bir şərəfsizlər gəlirlər burada həc axtarıram, əmi axtarıram, dayı axtarıram. Tüpürüm sizin olmayan şərəfinizə, mənliyinizə mən.